İsveç'in en güzel, yüksekliğinde olan maraqlı bir yerindeydi. Adı nədir buranın? Skansen. Skansen, necə deyərlər, bölgəsindəyi bir turizm bölgəsində ən yuxarıda yaradılmış bir təbiətin içində yaradılmış bir gözəllik var. Bir şeyə şəkim getdi, biraz çox alır. Adı sərsədir, bizdə olan sərsələrdir. Sərsələr o qədər insanlardan qorxmurlar ki, sərsələri bax. Hətta əlvə yox ha, sərsə bildiyiniz kimi vəhşi təbiətdə yaşayır, bax. Sərsənin insana durduğu yaxınlığına bax. Biriləri ilə bilirsən ki, bunlar uça bilmirlər. Nəyə görə? İnsanlar bunlara o qədər xidmət göstərir ki, belə sərsələr də insanlara doğmalıq göstərir. Ona görə hər zaman hər birimiz doğma olmalıyıq və hər birimiz də bir-birimizə doğma yaranmalıyıq, yaşamalıyıq. İnsanlar burada özləri ilə kaska, kalpasa, digər şeylər gətirir öz uşaqlarına təbiətin necə deyirlər, qoynunda deyək, yoxsa uşaq özü hazır olaraq o yeməyi bişirə bilsin deyə bir həyat tərzi öyrədirlər və təbiəti də qoruyurlar. Və təbiətin də ən üstün, ən hündür olan bir toskasındadırlar. Və insan hər şey o qədər təbii burada saxlayıblar ki, bax, gölün donmağına bax. Göl o qədər burada maroz var. Marozun dərəcəsini bilmirəm, həddindən artıq bir maroz var və həddindən artıq bir gözəl bir təbiət var. Meşənin, dağın ən yüksək olan toskasında bax, kafeye bax. Hər kəs mübarizə aparır ki, o kafede oturub xoş bir an yaşaya bilsin, həmin günlərin, həmin saatların orada keçirdə bilsin. Dağın üstündə gözəl bir şəhər tikmirlər. Dağın üstündə dağa uyğun olan bir antikvarlıq yaradıblar və bu antikvarlıq da hər yerdə görsənirsən və yavaş və özünə çox maraqlı gəlir. Bax, bir adı var, baxaq, bir dənə buraya çək, bir dənə çək oranı. Gözəlliyə bax. İnsanlar özləri ilə hər hansı bir yeməyi ya gətirib, ya burada alıb, gəl, alıb və burada oturub və yeyirlər. Bura bildiyiniz kimi haradır? Bura Avropanın mərkəzidir ya, Avropanın ən inkişaf etmiş ölkəsidir ya. Bax. Gözəlliyə bax, və burada da odunla bir təbiətin gülşəsini yaradırlar. Ya bu gülşəni görürsən mi? İnsanlar necə xoşbaxtdır, gördün mü? Bura haradır? Bura haradır? Skansen. Qoy bilsinlər, insanlar da gəzməyə gələndə və gəlib görsünlər ki, Avropanın bu da böyük bir mədəniyyəti. Bu yer, hər yer donub. Hər yer donub, ancaq həyat isə donmayır. Həyat davam edir. Baxırsan yerdə qan yoxdur, əlində bir su tutsan ki, həmən donur. Soyuqluq o qədər var. Ancaq bu təbiəti olan, gözəl olan bir dağın üzərində o qədər qədim bir dövr yaradıblar ki, burada gəzəndə ruhan dincəlirsən və insanların bir-birinə olan mehribansılığı göstərir və insanların zəngin, zəif, aşağı-yuxarı təbəqənin olmamasını göstərir. Sən insanlardan hiss edə bilmirsən ki, bu yuxarı təbəqəyə aiddir, yoxsa aşağı təbəqə. Ona görə insanlar hər biri yaşamağın, təhərin, çəmin, yolun və bir-birlərinə qoyulan hörmətləri var. Ona görə gəl insanlıq hörmətini bizlər də hər zaman üstəldək və insanlar bir-birindən davranışlarımızı düzəldək və bütün ekologiyamızı qoruyaq, saxlayaq və bu günləri bunların səviyyəsinə gətirib çıxarda bilək. Bu həyat bizdə də var. Mən bu həyatda böyümüşəm. Zeriş dağlarında, Masallı dağlarında, Yardımlı dağlarında, bu dağlarda böyümüşəm. Mən həmin dağların oğluyam. Bu dağları biz görmüşük. Ancaq bizim bu dağlarımızdan biz istifadə edə bilmirik. Niyə istifadə edə bilmirik? Çünki təbiətimizi qoruyub saxlaya bilmirik. Biz bunun tərkibində meşə yaradırıq. Yox, bunlar meşənin tərkibində dincəlmək, əylənmək yeri yaşadılar. Biz nə edirik? Biz götürürük, restoranın tərkibində Zor Park yaradırıq. Ancaq bunlar isə Zor Parkın tərkibində restoran yaradıblar. Ona görə meşənin tərkibində həyat yaradırlar. Biz isə meşəni mənimseyirik, daşlaşdırırıq, ondan sonra orada bir bina tikirik, böyük bir lüstür taxırıq, ondan sonra deyirik ki, burada həyat var. Elə deyil. Həyat bu təbii olan, gördüyünüz kimi taxtalarla tikilmiş evlərdədir. Həyat bu təbiətdə olan, təbiətə var, bir dənə tarixi bir binaya bax. Bina bu tikintinin içindədir. Həyat təbiətdədir. Təbiət insanla bağlıdır. İnsan təbiətsiz heç vaxtı yaşaya bilməz. Bax oran, çək gözəlliyi, qoy görsünlər.
Ancaq bura bildiyiniz kimi Avropanın ən inkişaf eləmiş şəhərindəyik. Avropanın ən inkişaf eləmiş yerindəyik. Ancaq kimlərsə baxıb düşünməsin ki, bura ən harasa cümhuriyyəti yoxdur. Avropanın ən inkişaf eləmiş bir ölkəsində olan insanların yaşamaq durumu, insanların həvəsi, sevgisi təbiətə olduğu göstərir. İnsanlar bağa qaçırlar, dağa yox və necə deyirlər, daş divara yox, təbiətə üstünlük verirlər. Gəlin hər birimiz təbiəti qoruyaq və təbiətə üstünlük verərək çək oranı. Təbiətə üstünlük verərək yaşayaq. Bunlar üçün heyvanlar, mal dövrü və bütün hər bir heyvan dəyərlidir. Bizdə heyvanın ayağını bağlayıb yandırırıq, atırıq, öldürürük. Ancaq heyvana, təbiətə diqqət vermək tamamilə başqa yerdir. Və burada görürsən, burada təbiətin qoşusunda qoyun atıblar, inək də var. Elə bir heyvan yoxdur ki, olmasın. Bu heyvanı onlar kəsmək üçün atmayıblar. Bu heyvana olan sevgilərini göstərirlər. Təbiətdə hər şeyin olduğunu göstərirlər. Və bir anlıq bunların uşaqları, çocukları bura gələndə təbiət nə olduğunu valideyn izah edə bilir. Təbiət nə olduğunu valideyn göstərə bilir ki, meşənin tərkibində nələr var, hansı heyvanlar var, hansı quşlar var. Həmin quşları görə bilirsən burada, yaxınlaşa da bilirsən. Çünki ona görə ki, onlara sevgi var, məhəbbət var, istək var. Qabağı çək, qabağı. Görürsən, gözəlliyi görürsən, nə gözəl.